Müəllimlər, sözün ardıcıllığında, bu mövzuda, yəni bilirik ki, burada birinci determiner gəlir də. Yəni məsələn, rəqəm varsa birinci rəqəm gələr, quantifiers gələr, işarə əvəzliyi birinci gələr, əvəzlik gələ bilər məsələn. Nahidə müəllimə yazmayın, zəhmət olmasa bura düşür. Hə, ə, yəni ki, bunlar gələ bilər. Və daha sonra gəlir bizim opinionumuz, yəni fikrimiz. Baxın, fikir nədir? Kimsə haqqında mən rəy bildirirəm də, yəni fikir rəydir. Rəy bildirirəm. Məsələn, deyirəm sevimlidir, şirindir, gözəldir, eybəcərdir. Bunlar mənim fikirlərimdir kimsə haqqında. Yadınızda qalsın ki, birinci, yəni determinerdən sonra birinci o gəlməlidir. Məsələn, baxın, birinci neyinin həmişə bu test eləyəndə, məsələn, şəxsən mən belə eləyirəm. O ardıcıllığı, yəni belə bilirəm. Yəni beynimdə bu şəkildə bilirəm ki, birinci, yəni işarə əvəzliyi, rəqəm və s. bunlar ki, artikel falan bu bəlirli bir şeydir də. Məsələn, qırmızı alma deyirəmsə, qırmızı dadlı alma deyirəmsə, artikel birinci gəlməlidir də. A delicious red apple. Yəni birinci alma sözü artikel gəlməlidir, almaya aid olan. Sonra dadlı, sonra qırmızı. Yəni dadlı mənim fikrimdir də o alma barədə. Bəlkə kimisə üçünsə dadsızı idi, onun fikri o idi. Yəni bu belə bir şeydir. Mən məsələn beynimdə bu şəkildə qururam ki, birinci bunlar gələndən sonra mənim fikrim gələcək. Sonra məsələn mən beynimdə qururam. Rəng birinci gəlməlidir, yoxsa bir şeyin ölçüsü? Beynimdə qururam və bilirəm ki, ölçü daha əvvəl gəlir. Yəni ölçü rəngdən əvvəl gəlir. Forma rəngdən əvvəl gəlir. Bir şeyin yaşı rəngdən əvvəl gəlir. Yəni əvvəlcə agedir, sonra colordır. Yaş deyəndə nəyi nəzərdə tuturam? Məsələn, əvvəl deyək, dedik ki, size gələr də opiniondan sonra. Size deyəndə mən nəyi nəzərdə tuturam? Bir şeyin ölçüsü. Ölçü nədir? Hündürdür, alçaqdır, məsələn, low, high, tall, short, böyükdür, big, large, balacadır, small, tiny, hamısının sinonimləri var da. Yəni bunlar bir şeyin ölçüsünü bildirir. Və yaxud da mən gəlirəm formaya. Forma nə olan şeydir? Məsələn, mən hal-hazırda gördüyüm stol, mənim qarşımda olan rounddur, yumru dairəvidir. Bu onun formasıdır. Mən desəm ki, balaca, bunun olar ölçüsü, size olar. Yəni balacadır eyni zamanda. Həm smalldır, həm rounddur. Yəni mən bunlarda hansını birinci deməliyəm? Roundu, yoxsa smallu? Smallu. Round ondan sonra gəlir shape. Sonra mən age-ə başlayıram. Age nədir bəs? Bunlar hamısı rəngdən, yəni bildiyimiz rənglərdən əvvəl gəlir. Age deyəndə nəyə nəzərdə tuturam? Bax, yaş deyəndə antik məsələn, antika, onun yaşını bildirir. Məsələn, saat satırlar, deyirlər ki, bu saat antikadır. Biz sırası başa düşürük ki, bu qədimdir. Yəni bunun ən az yaşı var, məsəl üçün 100 il. Misal üçün. Çünki bu antikadır. Və yaxud da kimsə deyir, bu təzədir, yenidir, new, fresh və yaxud da young, gent, old, köhnə, qoca. Bax, bu şeylər hamısı yaşı bildirən şeylərdir. Daha sonra gəlir məsələn bizdə color. Color da nədir? Rəngləridir. Yəni rənglər də bilirik də, reddir, orangedir, yellowdur və s. Sonra bizdə gəlir condition. Condition nədir? Condition halla bağlı, yəni haldır da, bir vəziyyətdir. Condition məsələn fikir dəyişmir. Tutaq ki, mən kimisə haqqında fikirləşirəmsə, bu gözəldir, bu mənim fikrimdir. Və yaxud mən tort yeyirəm, bunun haqqında düşünürəm ki, bu dadlıdır. Bu mənim fikrimdir. Bəlkə də kimisinsə o dadsızdır. Elə də kimsə üçünsə o gözəl deyil, eybəcərdir, mənə görə gözəldir. Və mənə görə çirkindir, kiməsə görə gözəldir. Yəni bu fikrimdir mənim. Bu dəyişməzdir. Condition isə dəyişən bir şeydir. Yəni o məsələn mən gəlirəm ki, otaq tiklidir. Otaq tiklidir. Dəyişə bilər də, bu təmiz ola bilər silinəndən sonra. Və yaxud clean deyirəmsə, bu da dəyişə bilər. Bu gün ev deyirəm ki, cleandir, təmizdir. 3 gündən sonra ev təmizlənməyəndə olur 4 tikli. Daha sonra material gəlir. Material nə ilə yadınıza saxlayın? Məsələn, material purpose-dən əvvəl gəlir. Məsələn, origin materialdır əslində. Origin əvvəl gəlir. Origin nədir? Yəni nəyə mənsubdur? Məsələn, bax, biz paltar alırıq, deyirlər tin malı. Tin, məsəl üçün. Tin onun yəni originidir da, mənşəyidir. Və yaxud da nəsə taxırıq, deyir, bu italyanskidir. İtalyanski, yəni onun mənşəyidir. Və yaxud da ispandır, nə bilim nədir, fransızdır. Belə, onun mənşəyidir. Və biz onun originidir. Material bilirik ki, cotton, pambıq materialdır. Hətta biz sayılmayan isimlərdə öyrənmişik ki, materiallar sayılmır. Yəni buna aid olmuşdur cotton, silk, sonra wool, məsələn, wooden, taxtadan hazırlanmış, taxta olan bir şey. Bunlar hamısı bir şeyin materialıdır. Və iron ola bilər, dəmir də materialdır. Glass ola bilər, şüşə, bu da materialdır. Və son olaraq purpose, yəni nə üçün bunu istifadə edirik? Bunu nə üçün istifadə edirik? Məsəl üçün, o da onun purpose-ıdır. Bax, indi sizə bu saydıqlarımın hamısını verməyəcək ki, yəni bütün bu 9 dənə, 10 dənə şeyi
Bir testə salmayacaq ki, 5 dənə sala bilər, 4 dənə sala bilər. Məsələn, baxın, A variantında ilk sualda 4 dənə salmışam mən. Nice, new, yellow, bu sifət deyil. Bantikdir. Burada isə neçə dənə salmışam? Cute, small, white, Scottish və cat. Cat da yox isimdir. 4 dənə salmışam yenə də. Burada isə üçüncüdə 1, 2, 3, 4, 5. Bax 5 dənə. Yəni gedərək çətinləşir də, bu o deməkdir. Burada yəni A variantı. İndi mən baxıram ki, əvvəl bunları tərcümə edeyim. Məsələn, bir dənə varianta baxmaq kifayətdir. Variantdakıları tərcümə edeyim. Nice, qəşəng. Aha, fikrimdir. Nəyəsə qəşəng deyə bilərəm. New onun yaşıdır. Yellow, sarı onun rəngidir. Deməli, biz dedik ki, bu üstənə içərisində axırda rəng gəlməlidir, color. Yaş da age ilə colordan əvvəl gəlir. Fikir də əvvəldə gəlir. Ona görə bizim doğru cavabımız elə A variantıdır. Sonra mən baxıram bura. Mən görürəm ki, burada deyir şirin, cute. Nə cute, nə şirin. Yəni bir şey fikrimi bildi, sevimli mənasında. Yəni bu mənim fikrimdir. Small onun önünə keçə bilməz, Scottish onun önünə keçə bilməz. Cute olmalıdır. Sonra mən baxıram ki, burada birinci rəng gəlib, sonra ölçü gəlib. Mən də dedim ki, ölçü rəngdən qabaq gəlir. Yəni bunları bilməklə biz rahat şəkildə eləyirik ki, burada da A variantıdır. Scottish də sonunda gəlməlidir də, originaldır. Sonra biz baxırıq üçüncü testə. Oranges portağallardır. Mən deyir, aldım portağallar. Necə portağal almışam? Böyük, böyük onun. Yəni ümumiyyətlə baxın burada əvəzliyi var. Some. Biz dedik ki, some, a lot of, a few, little. Yəni bu kimi much, many, yəni bu artikel olsun, bu determinerlər əvvəldə gəlməlidir. Yəni biz onu ən əvvələ qoymalıyıq. Yəni cümlə some-la başlamalıdır. İndi some-ı verdim. Great həm böyük mənası var, həm əla mənası var. Burada əla mənasındadır. Çünki iki dənə böyük deyə bilmərik də bir məntiq var. Ona görə də bu əla mənası. İndi mən baxıram, birinci ölçü gələr, yoxsa mənim bir şeyə fikrim, münasibətim əla deməyim. Məsələn, mən gəlirəm deyim, əla ölkədir. It is a great country. Yəni mən it is a great country deyə bilərəm. It is a great big country. Yəni burada great sözü big-dən əvvəl gəlməlidir. Çünki o mənim fikrimdir. Sonra mən baxıram dördüncüyə. Dördüncüyə baxırıq. Dördüncüdə isə Dördüncüdə də biz görürük ki, bax yenə burada 4-də rəqəm var. Two. Biz dedik ki, sayılar varsa məsələn əvvəldə gəlməlidir də. Yəni two ortada gələ bilməz. Başda o olmalıdır, artikel olmalıdır, bu olmalıdır, yəni hansısa. Japanese onun originalıdır, o gələ bilməz. İndi burada var smart, ağıllı. Aha, fikrimdir, vermişəm bunu. Hündür, sonra yaşım verərəm, köhnə deyərəm, qoca deyərəm, yoxsa qoca sonra hündür. Əlbəttə ki, əvvəl size gələr, sonra age gələr. Ona görə də doğru cavabımız B variantıdır. C variantı deyil. Sonra bundan yəni bir sual düşəcək. İstəyirəm əzbər halına gəlsin artıq bu. Sonra mən baxıram burada birinci gəlib. Yəni baxın sifətləri bir-bir ardıcıllayıram. Funny, gülməli, big böyük size'dır, green rəngdir, ancient qədimdir, yaşıdır yəni. İtaliyanda onun mənsub olduğu belə deyim, mənim originaldır. Hamısının axırında İtalyan verib, onsuz İtalyan axırda verilməlidir. İndi bax burada mənim gülməli sözü mənim fikrimdir. Fikrimi mən əvvələ qoymalıyam. Yəni cavabım ya A-dır ya D-dir. Funny big green deyərəm, yoxsa big ancient green deyərəm. Əlbəttə ki, əvvəl ölçü gəlməlidir, big. İndi mən baxıram, yaşlı əvvəl deyim, yoxsa rəngi əvvəl deyim, yoxsa age. Ancient qədim onun yaşıdır. Age, sonra green deməliyəm. Yəni cavabım burada ona görə də D variantıdır. Altıncı sualda isə pitenlər pişirdik. Görək necəymiş pitenlər. Burada biz baxırıq ki, birinci məsələn dadlı sözü veribsə, əvvəl baxaq sifətləri ardıcıllayaq belə özümüz üçün orada da delicious, dadlı, balaca, yumru, rəngin verib sonra elə cavabımız A variantıdır. Niyə? Mən bu balacanı önə gətirə bilmərəm, rəngi önə gətirə bilmərəm. Birinci fikri verməliyəm, delicious. Delicious'dan sonra small, round, fresh, pink. Hə, doğrudan bu fresh sözü A variantı deyil, C variantıdır. Fresh sözü, yeni sözü, onun yaxşı olduğuna görə age sonra color gəlməlidir deyə cavabımız C variantıdır. Sonra 7-ci suala baxaq. 7-ci sualda isə 7-ci sualda isə söhbət masadan gedir. Görək bu necə masaymış. 7-ci sualda görürük ki, yazılıb ki, yumru, aha, forma, shape, beautiful, fikir, opinion, antique, age, big, size. İndi baxın, mən deyim ki, fikir öndə olmalıdır. Yəni beautiful öndə olmayanları çıxmalıyam. Sonra ölçü deməliyəm. Yaşdan əvvəl, antikadan əvvəl ölçünü deməliyəm. Deməli cavabım C variantı. Beautiful, big, round, antique. Yəni opinion, size, shape, sonra age. Color olsaydı axırdan bunlardan sonra color'ı verərdim. Sonra mən baxıram burada, deməli yenə də ölçü gəlib.
Sonra yeni sözü gəlib new, sonra taxtadan, sonra bu. Birinci zaten A variantı doğrudur. Çünki birinci ölçü bunların arasında, yəni söhbət bunların Aynen. arasından gedir. Yəni məsələn baxın burada opinion yoxdur. Mən onu əvvələ gətirəm. Hansı bunların içərisindən birinci gəlməlidirsə onu götürəcəm. Məsələn burada big sözü ölçünü bildirir size, sonra age gəlib, sonra onun nədən hazırlanmış olmağa, yəni materialı gəlib, sonra da onun mənbəsi gəlib. Material, sonra üzr istəyirəm, yox. Origin, hə, hə, elə bu olacaq. Material sonra origin olacaq, bəli. Yox, material purpose. Bu cümlədə səhvlik olub əslində. Turkish wooden olmalı idi. Yəni taxtadan hazırlanmış material sonra olmalı idi. Sonra purpose olmalı idi. Yəni burada əslində Turkish wooden olmalı idi. Bu test səhvdir. Məsələn, AB variantında new big ola bilməz. Çünki yaşı bigdən əvvələ gətirə bilmərəm. Wood'un əvvəldə verə bilmərəm. Bunlardan Turkish əvvəldə verə bilmərəm. Bu da yanlışdır. Çünki Turkish əvvəldə, sonra wooden olmalı idi də. Əvvəl onun origini, sonra materialı var. Sonra baxırıq bura 9-cu testdə. 9-da burada gəlib cəlb edici sözü, sonra ipək, bu onun materialıdır, rəngi blue, long uzunluğudur, bu da qalstuk deməkdir, bu isimdir, bu heç. Fikir bildirdiyim əvvəldə olmalıdır. Cəlb edici sözü mənim fikrimdir. Kiməsə görə cəlb edici olmaya bilər. Sonra mən onun materialından əvvəl verməliyəm form size-ın. Sonra color-ın, sonra materialın. Yəni cavabımız B variantıdır. 10-cu testə baxırıq son. 10-cu testdə isə 10-cu testdə isə baxırıq ki, burada birinci gəlib handsome, yaraşıqlı. Yəni sözün tərcüməsini bilmək lazımdır da. Zaten burada 5-ci, 4-cü, hətta 3-cü sinif səviyyəsi sözlər olur. Yeni, köhnə, nə bilim, uzun, balaca, çətin bir sözlər olmur. Attractive, handsome, sonra tall, hündür, new, yeni, French, fransız, elə A variantı doğrudur. Yəni mən tutaq ki, sən tanıyırsan, deyir o fransızı, filan 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 olan. Yəni fransız əvvələ vermərəm. Fikrim handsome-dır, onu əvvəldə verməliyəm. Əvvəl onun hündürlüyünü deməliyəm, size-ın, sonra yeni yaşın deməliyəm, age. Ona görə də cavabımız olacaq A variantı. C variantı da belə səhvdir. Bu belə. Bu sifətin ardıcıllığı idi. Ümid edirəm ki, tam, yəni aydın oldu sizə.